Herkese salam. Hal-hazırda İstanbuldayım. Sarayevoya gedirəm. Görək səfərimiz necə olacaq. Biletlərimi çoxdan da almışam. Hər şey haqqında ətraflı məlumat verəcəm. Əlimdən gəldiyi qədər. Ümid edirəm ki, zövq alacaqsınız. İnanıram ki, zövq alacaqsınız. Və nəhayət Sarayevodayam. Çox rahat bir şəkildə keçdik pasport kontroldan da. Çünki 2 təyyarə üst-üstə gəlmişdi. Çox adam var idi deyə tez peçat vurdular, yola saldılar. Sizə çox qəşəng bir xəbər verim. Nəhayət ki, Özbəkistan, sonra İran, Şri Lanka kimi pulu çox ölü ölkələrdən sonra nəhayət ki 50 evronu xırdalayanda tam-tamına bizim pulla bərabər pul elədi. Təbii ki, o üzərindən tuturlar və mənə 90 manat, neçəsə belə deyək, qəpik pul verdilər. Deməli, hava limanından 200 nömrəli, 200Y nömrəli avtobusla minirsiniz. 5 mark, yəni 5 manat neçəsə qəpik pul ödəyirsiniz. Gəlirsiniz, çıxırsınız. Bu keçmiş bələdiyyə binasının hal-hazırdakı kitabxananın qarşısına son durağıdır bu, son dayanacaqdır. Ən gözəl mənzərələrin olduğu yerdə elə buradır. Bu da mənim tutduğum apartman. Və gəldim, yerləşdim. Baxın, çox qəşəngdir. Yəni, otel otağından daha hətta böyükdür deyərdim. Çox qəşəngdir. Bunlar belə demək olar evlərini, məsəl üçün 2 otaqlı, 3 otaqlı evləri var. Onu belə bu şəkildə hər otağını ayrıca belə düzəldirlər və kiraya verirlər. Çox qəşəngdir. Hə, deməli, gəldim, birazcık yatdım, dincəldim, yarım saat. Gedirəm cavab yeməyə. Bura isə Zagreb Heart Katedraldır, belə deyək. Müqəddəs qəlb katedralı deyə bilərik. Çox gözəldir, amma çox görkəmlidir. Doğrudan da hər insan, və buradan sırf psixoloji bir şərh verə bilərəm buna. Tamamilə özünə bənzəməyəni, sən nə qədər gözəl olursan ol, sənə bənzəməyəni sevirsən, bəyənirsən. Deməli, bayaqların yağış yağır. Hamımız girmişik bir kafenin içərisinə də. Uşaqlar da var, yeni yetmələr belə deyək də, 16 yaşında, 17 yaşında qızlar da göy-göz, hamısı sarışın. Həmənə baxırlar, görürlər ki, yerli deyiləm. Bir-birini ikna eləməyə çalışırlar ki, məndən soruşsunlar ki, mən haralıyam. Nəhayət, biri ürəkləndi və soruşdu. Deyirəm ki, Azərbaycanlıyam, tanıdı. Çox gözəlsiz. Hamısı bir ağızdan başladı. Təşəkkür edirəm, siz daha gözəlsiz. Doğrudan hər kəs özünə bənzəməyəni sevir də, bəyənir. İsə Bosniyanın gülləri adlanır. 93-95-ci illərdə Bosniyada törədilmiş soyqırımın izləri unudulmasın deyə, burada ölən adamların xatirəsinə və unudulmasın deyə edilib. Bosniya-Hersegovina çox böyük bir savaşdan çıxıb əslində. Çox böyük itkilər verib, soyqırıma məruz qalıb Serbiyalılar tərəfindən. Yugoslaviya dağıldıqdan sonra hər biri azad olmağa çalışır və 90-cı ildə Bosniya-Hersegovina da müstəqilləşir və Serbiya bunu istəmir. Xüsusilə də Serbiyalıların Bosniyalılara qarşı törətdikləri bir soyqırım var. Minlərlə uşaq, qadın, yaşlı öldürülür və hələ də burada o güllə izləri silinməyib. Təmir olunmur, bərpa olunmur. Çünki istəyirlər ki, insanlar bunu hər görəndə xatırlasınlar, unutmasınlar bu baş verənləri.
Bura isə əbədi alov abidəsidir. 1946-cı ildə faşizm üzərində qələbədən sonra yandırılıb və indiyə qədər sönməyib. Ümumiyyətlə bu şəhərdə belə xatirələr çoxdur. Gəldim o məşhur cavabını yeməyə. Hətta qaymaqla sifariş elədim. 2-3 aydır ki, qaymaqla cavabını necə yeyirlər ona baxıram. Ləzzət edir mənə. Çox qəşəng qoxur bu arada. Dadına baxıb deyəcəm. Qaymaq qoyub əlavə edeyim. Belə çörəkdən kəsirsiniz. Arasına biraz qaymaq əlavə edirsiniz. Biraz soğan. Ləzzət verən soğan. Və əti əlavə edirsiniz. Məncə bunu yeməlisiniz. Çox ləzzətlidir. Dadlı bir cavabdan sonra gəlirəm Bosniyanın kofesini yoxlamağa. Hansı ki, bunu Türk kofesindən fərqləndirən əsas cəhəti qovrulmağıdır. Bir də qumda hazırladı oğlan bunu. Bosniya kofesinin bir digər fərqi ondan ibarətdir ki, qulpsuz fincanda içilir. Bunun da əsas səbəbi Serbiyalıların zəfər işarəsini istifadə etmək istəməməkləri olubdur və nəticə olaraq da fincanların qulpunu sındırıb o şəkildə içiblər. Bu şəhərdə gəzəndə insan özünü iki fərqli əsrin içində hiss eləyir. Bir küçədə Osmanlı ruhu yaşayır. Dar küçələr, daş yollar, qəhvə qoxusu, məscidlər. Bir neçə dəqiqə sonra isə başqa bir istiqamətdə Avstriya-Macarıstan üslublu binalara rast gəlirsən. Böyük binalar, böyük fasadlar, möhtəşəm memarlıq abidələri, həmçinin kilsələr və sinagoglar. Bir də Sarayevoda belə bir adət var. Dünyasını dəyişən adamların dininə mənsub olaraq onların belə şəklini qoyurlar. Müsəlmandırsa təbii ki, belə yaşıl bayraqla olur ki, gəlib keçənlər, onu tanıyanlar görsünlər və xəbərdar olsunlar bundan. Hə, dostlar, gördüyünüz kimi yamyaş bir şəkildə bugünün də sonuna gəlmişəm. Bugün mənim Sarayevoda birinci günümdür. Çox qəşəng gündə çıxdı, sonra başladı yağış yağmağa. Yenidən gün çıxdı, yenidən yağış yağdı. Bir şəkildə bugünü bitirdim. Bugünü bitirirəm. Əsas demək istədiyim odur ki, baxdığım videolarda görürdüm ki, hər kəs adamların kobudluğundan, acı cavabından, ya da xidmətin çox pis olmağından danışır. Bugün mən tam əksini müşahidə elədim. Yəni ki, xidmətin pis olmağını deyil, əksinə insanların gülər üzlülüyünü və xidmətin yaxşı olmağını müşahidə elədim. Və bugünlük bu qədər. İnanıram ki, sabahki gün daha da yaxşı keçəcək. Bugün ümumi baxdım, sabahları muzeylərə və kilsələrə və həmçinin məscidlərə getmək günü olacaq.